Qurbağa və öküz təmsil. Su içməyə gələn öküz qurbağanın balasını tapdalayıb öldürdü. Geri dönən ana qurbağa öz yavrularından soruşdu: "Bəs qardaşınız hanı?" "O öldü anacan," yavrular cavab verdi. "Elə indi bura 4 ayaqlı çox iri bir heyvan gəlmişdi." Qurbağa ana özünü şişirərək balalarından soruşurdu: "Hə, necə? Həmin heyvan mənim boyda idi?" və şişirməyə davam edirdi. "Bəsdir anacan," yavrular cavab verdi. "Acığına gəlməsin. Sən şişirib özünü partlatsan belə o heyvan boyda ola bilməzsən." Zəifin güclü ilə yarışması təhlükəlidir.